Salam, xoş gördük, hörmətli izləyicilər. Hər vaxtınız xeyir olsun. Saray qəsəbəsində 2 mərtəbəli ev satışa çıxarıldı. Şəxsi özləri üçün tikilmiş ev. Şəxsi özləri üçün tikilmiş ev nədir? Yəni illərin evi. Neçə ildir bu evdə yaşayırlar? 3 sotun içində 2 mərtəbəli evdir. 135 min manata satışa çıxarıldı. Qiymətində mütləq yenə endirim olunacaq. Hələ bir siz gəlin bu evə canlı baxın. Yəni bu videoda mən tam bunu izah edə bilmirəm. Həqiqətən çox super yaraşıqlı evdir. Bir dənə evə baxın. Bax, hal-hazırda zaldan başlamışıq da çəkilişimizə. Bir dənə zala baxın, böyüklüyünə baxın zalın. Bax, görürsünüz, həqiqətən çox böyük, geniş, kvadratlı evdir. Onun ona adlı ev, hə? Onun ona evdir. 100 kvadratlıq evdir. 100 kvadratlıq ev. 100 aşağı, 100 yuxarı. 100 aşağı, 100 yuxarı. 200 kvadratlıq evdir. 135 min manata satışa çıxarıldı. Qiymətində ev sahibi ilə gəlib danışarsınız, endirim olunacaq. Qoşadaş kubiklə tikilib, fundamentli, kəmərli evdir. Yəni bu ev özləri üçün tikilmiş evdir, çox yüksək keyfiyyətlə tikilib. Ərazidə haradır? Panorama kuruğu var, Hüseyin Market. Elə Hüseyin Marketin asfaltından düşüb gəlirsən bura. Nə qədər olar? Təxminən bir 400 metrəcə olar. 400-500 metr arası olar o kuruqdakı yoldan bu qapının ağzına qədər. Al-Marketdə 50 metrliyindədir. Mütləq gəlin bu evə baxın. Qiymətində endirim olunacaq, ev sahibi özü endirim eləyəcək. Bax, bu bunun zalı idi. Nəsə demək istəyirsəm, deyin. Hə, istəsiz gəlib canlı baxanda, bu 135 minə bilirsiniz də, kuxuna mebeli, kombi, radiatorlar qalacaq evin içərisində. Bu evin içi dolu əşyadır. Yəni, gəlib indi kimsə bu evi almaq istəyər, indi əmi onu mənə demək istəyir. Yəni, danışarsınız özü ilə, bəzi əşyaları istəsiz, saxlatdıra da bilərsiniz, götürə də bilər. Yəni, siz özü ilə, mütləq ona görə deyəm, mütləq gəlin, özü ilə danışın. Qonaq otağından yavaş-yavaş gəlirik mətbəxə. Bax, burada koridorudur, elə bir qapıdan girdik içəri. Görürsünüz, hamam tualet ayrı-ayrıdır, pilləkənin altı qəşəng qaladovkadır. Həqiqi çox belə zövqlü dizaynla tikilmiş evdir. Mütləq gəlin buna baxın. Hələ mətbəxə baxın, Bu da bunun mətbəxidir. Çox böyük, geniş. Neçə kvadrat olar bir tək mətbəx? 20 kvadrat tək mətbəxidir. 20 kvadrat mətbəxini deyəcəm. Bax, kuxuna mebeli, qaz peçi, aspirator, tökmə mərmərdir. Görürsünüz, gəlir moykanın içindən belə mərmər fırlanır. Baxın, hər şeyi bahalı aksesuarlardan istifadə olunur. İndi bura bax, kombiyə baxın. Yox, bu qablar. Kombini də burada qoyulub. Yəni ki, kombini elə qoyublar ki, divara. Tükkəşi bayra çıxır da. Sadəcə bunu yandırma, söndürməyi buradadır. İdarə eləmək üçün buradan idarə olunur kombini. Yəni, amma tükkəsi bayradır, o tüksü bayra çıxır. Bəli. Vəssalam. Bu mətbəxini tam izah elədim. Ev telefonuna qədər var. Seksiya radiatorları var. Həqiqətən çox yaraşıqlı evdir. Baxın, dəmir raşotkalarına qədər qoyulub. İndi həyətə gəlin. Hələ həyəti göstərəcəm sizə. Həyətdə oturulur elə. Bax, buradan göstər. Buradan göstər, vəssalam. Çıxıb indi həyəti ümumi sizə göstərəcəm. Bax, mətbəxi göstərdim. Qonaq otağını göstərdim. Necə? Hə, ara kəsmələrinə bir dənə baxın. Ara kəsmələrinə qədər qoşadaşdır, görürsünüz. Nə demək istəyirəm? Aşağıda da 10 kvadratlıq qaladovkası var. İndi onu da göstərəcəm. Qoy sanitar qovşaqlarını göstərək. Bu nədir? Hamamın bir dənə kvadratın böyüklüyünə baxın. Get aşağı o tərəfə qədər, ora bax, görürsünüz. Böyük kvadratlıqdır. Aşağıda qoşadaşdır, yuxarı da qoşadaşdır. Axıra qədər qoşadaş. Bu da ayaq yoludur. Bu da ayaq yoludur, baxın. Bax belə. Əmi dediyi o qaladovka da buradadır. Buradan açırsan, pilləkənlərlə düşürsən aşağı. Nə qədərdir orada? 10 kvadrata yaxın orada sklad kimi də aşağıda. Balon, banka, artıq şeyləri yığmaq üçün olan xüsusi yerdir orada ayrılıb. Deməli, bax, qoşadaşdır. Bütün ev aşağıda qoşadaşdır, yuxarıda qoşadaşdır. Hamısı splaşlı qoşadaşdır. Yuxarıda ara kəsmələr təkdir, qalan splaşlı aşağı, axıra qədər ortalarda, qıraqlarda qoşadaşdır. Bir də pilləkən nə materialdan yəni? Lapan, bu taxta materialıdır. Həqiqətən elbisi betondur. Baxın bir dənə, görün nə qəşəng. Lapan materialdır, əmi deyir. Çox belə beton kimi materialı var. Hə, çox qəşəkdir həqiqətən. Bax, burada dekor, güllər, zatlar qoyulub. Allah xeyir eləsin, çox qəşək. Səlqə sahmanlı bir evdir. Yəni, evdə bir dənə yoxdur, sözü yoxdur. Hər şey qaydasındadır. 135 min manata Saray qəsəbəsində. Bir də təkrar edirəm.
Saray qəsəbəsində Hüseyn Market var, internatın klubu. Oradan 400 metr, 500 metr məsafədə bu ev yerləşir. Saray qəsəbəsindədir. Dönə-dönə deyirəm ki, biləsiniz. İşıq hardan yandırım əmi? Hə, gəlin. Bax belə, bu da ikinci mərtəbədədir. Demək, bir qonaq otağı, bir mətbəx, hamam, tualet aşağıdadır. İkinci mərtəbədə də 3 dənə yataq otağı. İndi yataq otaqlarına baxaq. Birinci buna baxaq. Bax, burada bir böyük yataq otağıdır, baxın. Ay maşallah, görürsünüz kvadratını. Böyük kvadratlı yataq otağıdır. Tam təmiri də super təmirdir. Elə bir ki, heç evdə yaşayış olmayıb. Bu bir yataq otağı, bu bir yataq otağı. Bunlar neçə kvadratlıq yataq otaqlar, değil mi? 25 kvadratlıq yataq otaqlarıydı bu ikisi. Bu biraz balacadır, uşaq yataq otağıdır. Bu da bax belə. 3 dənə də böyük, iri yataq otağı yuxarıdadır. Gördünüz? Bax belə. Hə, mebellərdir, bahalı mebellərdir. Allah xeyir eləsin. Gəlin də bir dənə buradan ikinci mərtəbənin də sanitar qovşağını göstərək. Bu da ikinci mərtəbənin sanitar qovşağı. Bax belə. Hə, bahalı materiallardandır. Hörmətli izləyicilər, bu da həmən evin, 2 mərtəbəli evin küçəsindən başlamışıq çəkməyə. Bax, bu küçə zaborundur. Görürsünüz, qəşəng yaşıl dekorativini yarpaqlarla bəzənilib. Davam eləyəndə gedək həyəti göstərək. Gəlin. Gəlin də həyətə baxın. Bax, küçəsindən göstərdim ki, tam dəqiqliyinə biləsiniz. Ehtiyac yoxdur, qoy qalsın. Sayğaclar da hamısı yerindədir. Qaz sayğacı, su sayğacı, işıq sayğacı hamısı yerindədir. Bu da həmən evin ümumi görünüşü. Baxın. Görürsünüz, bax, həmən evin ümumi görünüşüdür. 3 sotun içində 2 mərtəbəli ev 135 min manata qiymətində mütləq endirim olunacaq. Kim endirim eləyəcək? Ev sahibi özü. Həyətimiz də bax, belə tam etdi. Ondan sonra evin ümumi görkəmini gördünüz. Dəmir raşotkalarına qədər qoyulub. Qabağı bax, belə qaban çıxdı. Baxın, burada maşın saxlamaq üçün xüsusi yeri var. Qıraqlar, hasarın qıraqları bütün ağaclardır. Həm meyvə ağacları var, həm də dekorativli ağaclar var. Bir dənə buranı da göstərək. Gəlin buradan baxın. Bax, belə ümumi sahəni göstərirəm ki, görəsiniz. Buradan da ki, burada həyat üçün ayaq yoludur da. Həyat üçün ayaq yoludur. Sonra kombini bura qoyublar, amma mətbəxdən idarə olunur. Həyətimizin suyudur. Baxın, suyun təzyiqini soruşanlar üçün bax, göstərirəm ki, görəsiniz. Sonra gəlin bir dənə bura. Bir dənə zəhmət olmasa buranı da göstərək. Bax, buradan pilləkənlərlə çıxıb gəlirik evimizin qabağına. Mən bayaq çəkilişi evin içərisindən başlamışdım. Amma bax, bu qapıdan giririk içəri, bax. Bu qapıdan giririk, ümumi içərini belə izah eləmişəm sizə. Bu da evin böyrünə getmək üçün yerdir, bax. Oranı bir dənə zəhmət olmasa yaxından göstərin. Evin arxasında da ara məsafəsi var, bu tərəfində də ara məsafəsi var. Bax, belə. Bir də izah eləyirəm, demək 135 min manata satışa çıxarıldı, zəhmət olmasa belə gedin. 135 min manatdan qiymətdən ev yəsi özü endirim eləyəcək. Evdə yerləşir internatın kuruğundan. Qabağa gəlirsiniz biraz. Hüseyn Marketin yanından asfalt yol dönür içəri. Bax, həmən yolun üstündədir, bax bu ev. Real alacağımız buyursun, zəng eləsin. Sağ olun.